Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb. Ballıcaya köçənlər bugünədək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan insanlardır. Bu mərhələdə kəndə 98 nəfər olmaqla 24 ailə köçürülüb. Qeyd edək ki, bununla da Ballıcaya köçürülən ailələrin sayı 136-ya çatıb. 32 ildən sonra inşallah öz doğma torpağımıza, vətənimizə qayıdırıq. Və bu günü də bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev cənablarına öz dərin təşəkkürümüzü bildirdik. 15 yaşının içindəydim mən çıxanda. İndi nəvəmlə, gəlinimlə gedirəm. Allah hökumətimizdən razı olsun, prezidentimizin canını sağ eləsin. Allah ona uzun ömür, can sağlığı versin. Şəhidlərimizə qəni-qəni Allah rəhmət eləsin. Mən şəhidlərin yol boyu gəlmişəm, şəhidlərdən icazə alım ki, mən ayağımı basıb o torpağa. Onların o tökdüyü qana mən qurban olum. Qeyd edək ki, artıq köç karvanı Ballıcaya çatıb və köçən ailələrə mənzillərin açarları təqdim olunub.